Hüseyncan, səni and verirəm o yollarda döyülən balalarının hörmətinə, bacın Zeynəbin ehtiramına. Biz heç zaman sizin qapıdan ayrı düşməmişik. İnşallah düşməyəcək də bizim nəzərimiz, diqqətimiz bu qapıdadır. Nə olar bu axırıncı məclisimizdə, Ərbəyin məclisində bizə nəzər eləyəsən. Elə nəzər eləyəsən ki, bir dəfəmlik günahdan uzaqlaşaq, nəfsimizin torunundan xilas olaq, sizə vəfadar olaq, sizə həqiqi dost olaq, bir dəfəlik dost olaq, qəbul elə bizi dostluğuza, bizə Kərbəla şəhidlərini qəbul elədin və xoşbəxt elədin. Biz də belə bir baxışın müştərisiyik, toplaşmışıq bura. Biz günah elədik, amma yorulmadıq bu qapıya gəlməkdən. Çünki yorulmalı bir şey yoxdur. Həmişə bizə ləzzət yaşatdınız bu qapıda. Həmişə bizə rəhmət nəzəri ilə baxdınız.